Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının mərkəzi aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının birgə təşkilatçılığı ilə qan vermə aksiyası keçirilib. Respublika Qan Bankının mobil şəraitdə qan tədarükü şöbəsinin müdiri Güney Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talasemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. Bu günləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Qan Bankı və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının birgə təşkilatçılığı ilə talasemiyadan və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə qan vermə aksiyası keçirilir. İlk öncə mən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının bütün əməkdaşlarına bu köməyə görə, dəstəyə görə təşəkkürümü bildirirəm və bildirmək istəyirəm ki, hal-hazırda bu saata kimi 400-ə yaxın iştirakçı bizə müraciət etmişdir, donor müraciət etmişdir. Bu donorlar Respublika Qan Bankının əməkdaşları tibbi briqadası tərəfindən müayinə olunur. Yararlı donorlardan qan götürülür və bu qanlar Respublika Qan Bankının laboratoriya şöbəsində müayinələrdən keçiriləcəkdir. Ondan sonra lazımi istiqamətlərdə xəstələr üçün göndəriləcəkdir. Bu dəstəyə görə hər kəsə təşəkkür edirik. Respublika Qan Bankının əməkdaşları tərəfindən lazımi müayinələr aparılır, yararlı donorlardan qan götürülür. Toplanan qan Respublika Qan Bankının laboratoriya şöbəsinə müayinədən keçirildikdən sonra xəstələr üçün istifadə olunacaq. Qan vermə həm məsuliyyətli, həm də xeyirxah missiyadır. Qana həmişə ehtiyac var, çünki onu heç bir dərman vasitəsi əvəz edə bilməz. İnsanlar ildə bir neçə dəfə qan verə bilərlər. Ümid edirik ki, belə aksiyalar bundan sonra da davam edəcək deyə Respublika Qan Bankının şöbə müdiri əlavə edib. Onun sözlərinə görə Yeni Azərbaycan Partiyası qan vermə aksiyalarına hər zaman dəstək olur. Bu dəfəki təşəbbüsünə görə də Yeni Azərbaycan Partiyası mərkəzi aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. Qeyd edək ki, aksiyada partiyanın mərkəzi aparatının əməkdaşları da daxil olmaqla 400-ə yaxın Yeni Azərbaycan Partiyası üzvü iştirak edib.